Salam, hər vaxtınız xeyir olsun, hörmətli müəllimlər. Bugünkü videomuzda 18 iyun, yəni bugünkü tarixdə kurikulum suallarında toxunulmuş mövzulardan danışacağıq. Çox diqqətli olun, çox diqqətlə dinləyin. Lazım gəldikdə qeydlərinizi də götürə bilərsiniz. Demək, müəllimlər, ilk toxunulan mövzu qiymətləndirmə ilə bağlı olub. Qiymətləndirmənin daha çox 3 növünü biz yadda saxlamalıyıq. Məktəb daxili qiymətləndirmədə diaqnostik qiymətləndirmə, formativ və summativ. Diaqnostik qiymətləndirmə ilkin qiymətləndirmədir. Şagirdlərin ilkin bilik bacarıqlarını, maraq və tələbatlarını, güclü zəif tərəflərini ortaya çıxardır. Qeyri-rəsmi qiymətləndirmədir, lakin təbii ki, nəticələri önəmlidir. Diaqnostik qiymətləndirmə həmçinin müəllimin öz fəaliyyətini düzgün istiqamətləndirməsinə kömək edir. Formativ qiymətləndirmə. Fəaliyyəti izləmə, müşahidə, rəy vermə, gündəlik aparılma, bax, bunlar formativ qiymətləndirmənin açar məqamlarıdır. Formativ qiymətləndirmə şagirdi olduğu yerdən olmalı olduğu yerə aparır. Yəni, şagirdə rastlanan maneələri aradan qaldırmaq üçündür. Yadda saxlayırıq, formativ qiymətləndirmə fəaliyyəti izləyir, fəaliyyəti müşahidə edir, gündəlik aparılır. Sonra summativ qiymətləndirmədən danışırıq. Summativ qiymətləndirmə yeganə kəmiyyət, yəni rəqəm qiymətləndirməsidir və şagird nailiyyətlərini ölçür. Müəllimlər, diqqətli oluruq, şagird nailiyyətlərini ölçür və yaxud şagird bilik bacarığını ölçür. Yekun qiymətləndirmə sayılır. Yəni, bölmənin sonunda baş verir və keçmişdə öyrəndiklərimizi biz summativ qiymətləndirmə vasitəsilə ölçürük. Təbii ki, həm məktəbin, həm də müəllimin fəaliyyətini, belə deyək, ortaya çıxardır ki, yəni məktəb təhsili hansı səviyyədədir, müəllimin fəaliyyəti hansı səviyyədədir. Sonra biz danışırıq əks əlaqə rəy vermədən. Əks əlaqə rəy vermə müəllim, şagird, şagird qarşılıqlı, belə deyək, münasibətindən yaranan bir prosesdir. Yadda saxlamalıyıq ki, əks əlaqə və rəy eyni mənalara gələn ifadələrdir. Bundan başqa rəy konkret olmalıdır, həssaslıqla verilməlidir, emosional olmamalıdır, qətiyyən ümumi olmamalıdır, xüsusi məqamlar vurğulanmalıdır. Şəxsə yox, deməli, fikrə rəy bildirilməlidir, fikrə yönəlməlidir, fəaliyyətə rəy bildirilməlidir. Bundan başqa müəllimlər hər zaman yadda saxlayırıq ki, rəy zamanı ilk müsbət fikirlə başlayırıq. Bundan başqa rəy verən zaman şagirdin zəiflikləri, etdiyi səhvlər konkret olaraq göstərilməklə bərabər səhvləri düzəltməyin yolları da göstərilməlidir. Baxın müəllimlər, səhvləri düzəltməyin yolları da göstərilməlidir, yəni şagirdə istiqamət verilməlidir. Taksonomiya fəaliyyət, daha çox idrak taksonomiyası. 6 mərhələsi var. Deməli, xatırlama, anlama, tətbiq etmə, təhlil, dəyərləndirmə və yaratmaq. Bütün bu mərhələlər barədə geniş izah verməyəcəm. Çünki bunları artıq siz uzun vaxtdır ki, oxuyursunuz. Sadəcə demək istəyirdim ki, bu mərhələləri taparkən sizin ixtisasınıza uyğun tapşırıq verilir və həmən tapşırığı şagirdin yerinə özünüzü qoyaraq müəllimlər sualı cavablayırsınız. Sualı cavablayarkən əgər həmən məsələni xatırlayırsınızsa, xatırlamadır. Yox, dəyərləndirirsinizsə, dəyərləndirmə sizin fikrinizdir. Baxın, dəyərləndirmə yalnız sizin öz dəyərləndirməniz, öz fikrinizlə bağlı mərhələdir. Və yaxud tətbiq edirsinizsə, deməli, tətbiq mərhələsidir. Sonra sinifin idarə edilməsi. Sinifin idarə edilməsi əsas məsələlərdən biridir. Burada gözlənti, qayda və prosedurlar var. Müəllim ilk dərsə gələn vaxtı qayda qoymur. İlk olaraq gözlənti müəyyən edir. Gözləntilər müsbət yöndə olmalıdır və təsdiq cümlələrlə, yəni dərsə gecikmə yox, dərsə vaxtında gəlin. Bax, bu formalarda olmalıdır. Gözləntilərə əməl edilmədikdə qaydalar yaranır. Yəni gözləntilərə bir neçə dəfə əməl edilmir və ehtiyac yaranır ki, qayda yaransın. Qaydanı müəllim tək hazırlamır. Qayda müəllim şagird bir yerdə hazırlanır. Qaydanın sayı çox olmasa yaxşıdır. Yəni 3-5 arası olsa yaxşıdır. Qaydalar şagirdləri cəzalandırmaq üçün deyil. Lakin şagird qaydanı pozursa, mütləq cəzasını alacaq, yəni onun mənfi nəticəsini görəcək. Bundan başqa qaydaların belə deyək, hazırlanmasını, müəllim şagird hazırlanması bir yerdə dedik. Qaydaların sayını da dedik. Sayı neçə olmalıdır? Bir də qayda ilə bağlı bunu demək istəyərdim ki, qrup işi qaydaları var, müzakirə qaydaları var, yəni ümumi sinif qaydaları var. Qaydalar müxtəlif formalarda, müxtəlif məsələlər, proseslər üçün qoyula bilər. Prosedur nədir? Prosedur nə gözlənti, nə qayda üçün deyil. Prosedur hər hansı bir hal baş verdiyi təqdirdə dərsin vaxtı getməsin deyə, dərsdə öyrənmə pozulmasın, təlim pozulmasın deyə hər hansı bir ardıcıllığın olmasıdır. Prosedur pozularkən günah şagirddə olmur. Günahı belə deyə ortaya çıxarırlar ki, müəllim prosedurları öyrətməyib
məşq etdirməyib və yaxud da ola bilsin möhkəmləndirməyib, yəni tətbiqinə vaxt ayırmayıb. Prosedurlar daha çox davam edici formada olur. Məsəl üçün dərsə gecikəndə, iş vərəqini ötürəndə, yəni prosedurlar pozulanda şagird cəzalanmır. Sadəcə olaraq prosedurun pozulması dərsin gedişinə, vaxt itkisinə deməli mane olur, səbəb olur. Sonra biz danışırıq qrup işi ilə bağlı məsələlərdən. Aydın məsələdir ki, qrup işi ən effektiv iş formalarından birincisidir və burada əməkdaşlıq, ünsiyyət bacarıqları inkişaf edir. Qrup işində vəzifə bölgüsünü müəllim aparmalıdır. Qrup eyni formada deməli tərtib oluna bilməz. Qrupda mütləq şəkildə heterogen, yəni qarışıq qruplar olmalıdır. Bu müxtəlif məsələlərə aiddir. Yəni öyrənmə xüsusiyyətləri fərqli şagirdlər bir qrupda olmalıdır. Qrup üzvləri il ərzində dəyişməlidir. Məsəl üçün deyək ki, Əli Vüqarla ilin axırına qədər eyni qrupda ola bilməz. Onlar tez-tez başqa uşaqlarla da işləməlidir. Bundan başqa ancaq güclü şagirdlər bir yerə, zəif şagirdlər bir yerə olmaz. Mütləq şəkildə qruplar qarışıq formada tətbiq olunmalıdır və vəzifə bölgüsü aparmalıdır. Hər kəs qrup fəaliyyəti zamanı müəyyən bir, belə deyək, işin qrupundan tutmalıdır. Müəllimin atmalı olduğu əsas addımlar. Müəllim hansı addımları atması ilə bağlı yadda saxlamalıyıq ki, şagirdlərin öyrənmə tərzlərini nəzərə almalıdır, motivasiyanı düzgün qurmalıdır, təlim nəticələrini vaxtında yazmalıdır, dərsin gedişinə anında, belə deyək, B variantı olmalıdır. Dərsin gedişində anında onun, belə deyək, həll edici məqamları olmalıdır. Müəllim proaktiv olmalıdır, müəllim demokratik olmalıdır. Bax, bunların hamısını yadda saxlayırsınız. Müəllim əsas olaraq şagirdlərin öyrənmə tərzlərini, öyrənmə xüsusiyyətlərini nəzərə almalıdır, hörmətli müəllimlər. Bundan başqa əsas olaraq nəyə diqqət edirik? Eyni usulla, eyni cür, eyni yanaşma, bu ifadələr varsa, həmən cümlələr səhvdir. Eyni yanaşma olmaz. Lakin bərabər yanaşma ifadəsi varsa, bu olar. Şagird öyrənməsi üçün tapşırıqların, fəaliyyətlərin fərqli verilməsi, öyrənmə tərzlərinin nəzərə alınması vacibdir. Hansı ki, situasiyalarda gördünüz ki, şagirdin verilmiş tapşırığa marağı yoxdur, dərsə marağı yoxdur, bilin ki, müəllim şagirdin öyrənmə tərzini nəzərə almayıb, motivasiyasını düzgün qurmayıb və bu zaman müəllim tapşırıqları fərqli formalarda, istər çətinlik dərəcəsinə görə fərqli formalarda, istər də deyək ki, şagirdlərin intellektlərinə, öyrənmə tərzlərinə, maraqlarına görə fərqli formalarda qurmalı idi və yaxud da qurmalıdır. Müqayisə olmaz. Sən hamıdan yaxşısan, bax bu kimi fikirlər olmaz. Və yaxud da Əli, sən bugün Vüqardan yaxşısan, olmaz. Müəllimlər, gördünüz ki, orada rəqabət yaradılır. Fərqi yoxdur, sağlam rəqabət və yaxud da hər hansı bir rəqabət. Rəqabət olmaz. Gördünüz ki, hər hansı bir şagird digər şagirdlərin önündə sən hamıdan yaxşısan və yaxud da digərlərindən yaxşı olacaqsan falan, bu kimi ifadələr varsa, bu ifadələr, bu cümlələr səhvdir. Müəllim mərkəzlilik hiss edirsinizsə cümlələrdə, fikirlərdə, bu ifadə də müəllimlər səhvdir. Yəni, müəllim mərkəzlilik olmaz. Bu necə olur? Görürsünüz ki, hər hansı bir sualda və yaxud da ki, deməli, fikirdə müəllim hegemonluğu var və yaxud da müəllim mərkəzliyi var. Hər şeyi müəllim eləyir. Dərsin hər bir işini görən müəllimdir, artıq bu ifadələr səhvdir. Qrup işi zamanı əməkdaşlıq, ünsiyyət, sosial bacarıqların inkişafını yadda saxlayırsınız. Yenə qeyd edirəm, deməli, bugünkü imtahanda bu mövzulara toxunulub, yəqin ki, növbəti imtahanlarda da bunlar onsuz da aktual mövzulardır. Bunlara toxunulacaq. Əsas olaraq yadda saxlayırsınız ki, şagirdlərin öyrənmə tərzləri, öyrənmə xüsusiyyətləri nəzərə alınmalıdır. Qiymətləndirmə ilə bağlı dediklərimi yadda saxladınız, müəllimlər, kifayətdir. Təbii ki, öz bildiklərinizdən də istifadə edəcəksiniz. Bundan başqa sinifin idarə edilməsində müəllimin hər zaman B variantlı bir müəllim olmasını, yəni B variantı, ikinci bir variantı olan bir müəllim olması, planlı müəllim olması, məqsədli müəllim olmasını yadda saxlayırsınız və burada göstərilən məqamlara da diqqət edirsiniz. Çox sağ olun. Hər birinizə növbəti imtahanlarda uğurlar.